dəfə yolumuz Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, tarix və təbiət gözəllikləri ilə seçilən Qazaxdan düşdü. Bura sadəcə bir şəhər deyil, minilliklərin izini daşıyan torpaqdır. Qədim abidələr, dağlar, bulaqlar və insanı valeh edən səssizlik içindəki səslər. Təbiəti bir başqa gözəldir Qazaxın. Yayın ortasında belə yaşıllığın içində nəfəs aldığımızı hiss edirik. Təkcə mənzərəsi ilə yox, mətbəxi ilə də heyran edir burası. Fərqli çörəklər, təndir ləzzətləri, fəsəli, qovurma və daha nələr. Amma bir yemək var ki, onu xüsusi vurğulamaq lazımdır. Xəngəl. O gün isti havaya baxmayaraq, məhz xəngəl yemək istədik. Və əmin olun, bu istək sıradan bir yemək arzusu deyildi. Ocaqda bişən, buxarı yavaş-yavaş qalxan o xəngəl tərəvəzlərlə, qatıqla, əllə kəsilən xəmiri ilə birlikdə daha gözəl hiss olunurdu. Sanki bir ləzzət deyil, bir mədəniyyət qoyulurdu süfrəyə. Xəngəl sevilir, çünki sadədir, amma zəngin. Evin, ailənin, süfrənin ruhudur və ən əsası birlikdə yeyilən yeməkdir o. Bizim üçünsə o gün xəngəl yemək sadəcə dad məsələsi deyildi. Bu, insanlarla birlikdə oturmaq, paylaşmaq, eyni süfrədə nəfəs almaq demək idi. Qazaxda gördüyümüz insanlar o qədər mehriban, o qədər içdən idilər ki, bir an belə özümüzü yad hiss etmədik. Sanki uzaqda yox, öz evimizdə idik. Hanımlar, yeyə bilmirəm? Yox. Bilir, eləyəxsə yaydı toğun. Allah Sən mənə tərəfəsən, deyəsən. Sən mənə tərəf olmalısan. Yox, gördüyümüzü deyək. Mən belə fırlansam ya. Bu yeni bir su. Xüsusilə bizi qonaq edən ailə. Bizi sevə-sevə, gülə-gülə qarşılayıb qapılarını üzümüzə böyük qürurla açdılar. Qonaqpərvərliklərinə söz ola bilməzdi. Çaydan tutmuş süfrəyə, söhbətə qədər hər şey ürəkdən idi. Bu səfər bizim üçün bir çəkilişdən daha artıq oldu. Qazax bizə sadəcə görüntüləri yox, hissləri də qatdı. Səssiz kadrların arxasında böyük bir sevgi vardı. Bu da bizim Qazax hekayəmiz idi.